Salam əzizləyicilər, xoş gördük hər-birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə miqro sertifikasiya ibtidai imtahanı hazırlaşan müəllim və müdavimlər üçün növbəti sınağımızı təqdim edirik. Diqqətli olun ki, bu suallar imtahanda da qarşınıza çıxanda tip olaraq bu tipləri rahatlıqla yaza biləsiniz. Birinci sualımız kuboid mövzusuna bağlıdır. Tilləri 3,1 metr, 1,6 metr və 8 desimetr olan kuboidin tam səthinin sahəsini tapın. Burada tövsiyə olunur ki, hamısını eyni vahiddə çevirəsiniz. Hansı eyni vahiddə çevirək, nəyə çevirək? Bu artıq sizin öz seçiminizdir. İstəsəz hamısını desimetr eləyin, istəsəz metr kvadrat eləyin, metr eləyin, fərqi yoxdur. Gəlin hamısını, məsələn, cavablarda 4 dənəsi desimetrləndir, 1 metrləndir. Gəlin hamısını desimetrə çevirək. Bunu desimetrə çevirəm 31 desimetr, yəni 1 metr 10 desimetr olduğuna görə ona vurdum. Bunu da ona vururam 16 desimetr. Bu da oldu 8 desimetr. S bərabərdir 2 vurulsun AB, yəni 31 vur 16. Üstə gəlsin AC, yəni 31 vur 8. Üstə gəlsin BC, yəni 16 vurulsun 8. Bərabərdir 2 vurulsun 31'i vuracam 16'ya. Eləyəcək 496. Üstə gəl 31'i vuracam 8'ə. Eləyəcək 248. Üstə gəl 16'nı vuracam 8'ə. Eləyəcək 128. Bərabərdir 496 üstə gəlsin 248 üstə gəlsin 128. Elə də 872. Bunu da vuram 2'yə. 1744 desimetrin kvadratı olacaq. Çünki hər şeyi biz desimetrə çevirmişdik. 1 oldu D. İkinci sualımız. Katerin sürəti 21, çayın sürəti 4, kater axına qarşı 4, axın ilə 4 saat yol getdi. Baxın, axın ilə gedəndə katerlə çayı toplayıram. Vururam axın ilə zamana, yəni 4 saata. Axına qarşı gedəndə katerdən çayı çıxıram və vururam axına qarşı zamanla. Bərabərdir 21, üstə gəl 4, 25, vurdum 4'ə 100, 21, çıxılsın 4, 17, vurulsun 4, elə də 68. Düzdür? İndi bizə deyir ki, axın ilə axına qarşı 4 saat yol gedib. Həmin yolu, yəni o axın ilə axına qarşı getdiyi yolu, cəmi yoldan söhbət gedir. 168 kilometr yolu göldə 6 saata gedə bilməsi üçün sürəti nə qədər artırmalıdır? 168'i böləcəm 6'ya. Görüm 168 kilometr yolu 6 saata getmək üçün birinci bunun sürəti nə qədər olmalıdır? Sürəti 28 olmalıdır. Və deyir ki, sürəti nə qədər artırmalıdır? Normalda katerin sürəti verilib də bizə 21. İndi 28 olmaq üçün bu sürətin nə qədər artırmalıdır? 28'dən 21'i çıxaram, 7 vahid artırmalıdır. A variantı bizim cavabımızdır. Üçüncü sual. Oğlun 4 il əvvəlki yaşı 12'dir. Baxın, oğlun 4 il əvvəlki yaşı, yazıram bura, 4 il əvvəl. 4 il əvvəl oğlun yaşı 12 idisə, indi oğlun yaşı 12 üstə gəl 4, neçədir? 16'dır. Və deyir ki, atanın yaşı isə, yəni atanın indiki yaşından söhbət edir. Oğlun indiki yaşının 4'də 3 hissəsindən 32 vahid çoxdur. Atanın yaşı oğlun 16'nın 4'də 3 hissəsindən 16'nı 4'ə böldüm 4, 3'ə vurdum 12. 32 vahid çoxdur. 12'nin üzərinə gəldim 32'nə. Bu da elədir 44. Yəni atanın indiki yaşı 44'dür. Bizə deyir oğlun 7 il sonraki yaşı. Oğlun indi 16 yaşı var. 7 ildən sonra neçə yaş olacaq? 16 üstə gəl 7. Yəni 23 yaş olacaq. Atanın 8 il əvvəlki yaşı. Atanın yaşı 44'dür. 8 il əvvəlki yaş neçə olacaq? 44 çıxılsın 8. Yəni 36 olacaq. Bərabər 36. Deyir ki, onların yaşlarını tap. Buyur 23 və 36. Cavabda baxıram B variantı 23 və 36 bizim doğru cavabımızdır. Dördüncü sualımız. Tənliyinin kökü haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? Əvvəlcə gəlin tənliyin kökünü tapaq. Tənliyi köçürürəm 13456 çıxılsın mötərizə 6 vurulsun. 42 üstə gəlsin 6x bağla böl 3 bağla bərabərdir 40. 13456'dan nəyi çıxsam 40 eləyər? 13456 çıx 40 yazıram. 13416 eləyir. Yazdım bura 13416 elədi. Bir mötərizə sağdan silərəm, birini soldan silərəm. Baxın, həm vurma var, həm də bölmə var. Birinci hansı məhv eləyim? Bərabərliyə hansı yaxındırsa birinci onu məhv eləmək lazımdır. Nəyi 3'ə bölsəm 13416 eləyər. 13416'nı vuracam 3'ə.
eləyəcək bərabərdir 40.248. Bunu da böləcəm 6-ya. Bölək 6-ya, bölünsün 6. 6708 elədi. Böldüm 6-ya, bərabərdir 6708. 6708-dən 42 çıxacam, çıxılsın 42. 6x bərabərdir 6666. X də bərabərdir 6666. Böləcəm 6-ya, 1111. Tənliyinin kökü haqqında aşağıdakı fikirlərdən hansı doğrudur? Rəqəmləri cəmi 11 eləyir, səhvdir. Rəqəm cəmi 4 eləyir, bu getdi. Rəqəmləri cəmini 2 misli 6 edir, səhvdir. Rəqəmləri cəmi 4-dür, 2 misli 8 edir. Rəqəmləri hasili 121 edir, səhvdir. Rəqəmləri hasilinin 2 qatı 22-dir. Rəqəmləri hasili 1-dir, 2 qatı isə 22 eləmir. Ədəd ən kiçik 3 rəqəmli tək ədədin 11 mislinə bərabər. Ən kiçik 3 rəqəmli tək ədəd 101-dir. 101-in 11 misli neçə eləyir? Həqiqətən də 111 edir. Yəni E variantı bizim cavabımızdır. 5-ci sualımız. 2 ədədin cəmi 184-dür. A üstəgəl B bərabərdir 184. Böyük ədədi kiçik ədədə bölsək, natamam qismət 8, qalıq isə 4 alınır. A-nı bölürəm B-yə, bərabərdir 8, qalıq da nə alınır? 4 alınır. A nəyə bərabərdir? 8-i B-yə vur 8B, üstə gəlinsin 4. A-nı aparıb birinci tənlidə yerinə qoyuram. A-nın yerinə 8B üstə gəl 4 qoyuram. Üstə gəlinsin B bərabərdir 184. 8B ilə B-ni topladım 9B bərabərdir 184-dən 4 çıxıram 180. B bərabərdir 189-a böldüm 20. Kiçik ədədin rəqəmləri cəmini tapın deyir. Bizim ədədimizin biri 20-dir. Biri isə 184-dən 20 çıxaram 164-dür. Kiçik ədəd 20 olacaq. Yoxlaya bilərsiniz. Bu 20-dir. 184-dən 20 çıxanda 164 də böyük ədəddir. Kiçik ədədin rəqəmləri cəmi 2 ilə 0-ın cəmi 2 eləyəcək. D bizim cavabımızdır. 6-cı sual. Minlik mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 13.000 alınan rəqəmlərin müxtəlif ən kiçik ədəd. Minliyə qədər yuvarlaqlaşdırdıqda deyəndə mini bölürük 2-yə eləyir 500 və 13.000-dən 500-ü çıxırıq. Bu ən kiçik ədəddir. İndi şərti düzəldək. 13.000-dən 500-ü çıxdım. Oldu 12.500. Deyir ki, rəqəmlərin müxtəlif ən kiçik ədəd. 12.503 olacaq. Çünki 1 ola bilməz, 0 ola bilməz, 2 ola bilməz, 3 olacaq. 12.503. Bunu yazdıq. 10 minliklər mərtəbəsinə qədər yuvarlaqlaşda 210.000 alınan 10.000-ni bölürəm 2-yə. 10.000 bölünsün 2 elədi 5.000. Çıxılsın 1. 4.999. Bunlar hazır qaydalardır. Yəqin ki, indiyə qədər bu qaydaların hamısını öyrənmişsiniz. Üzərinə gəlirəm 4.999-u. 21.499 edir və rəqəmləri müxtəlif ən böyük ədədin. Rəqəmləri müxtəlif olsun deyə 214.987 yazacağıq. Ən böyüyü budur. Bunun cəmini istəyir bizdən. 214.987 üstə gəl 12.503. Neçədir? Bunların cəmi nə qədər elədi? 227.490 elədi. 227.490. A variantı bizim doğru cavabımızdır. 7. Bakı vaxtı ilə saat 11:10-da uçuşa qalxan təyyarə 3:05 saat sonra İstanbula eniş edir. 3:05 saatı vururam 60-a, dəqiqəyə çevirəm. 210 dəqiqə edir. Və yaxud da 3 saat yarım kimi də baxa bilərəm buna. Mənim öz seçimimdir. 3:05 saat, yəni 11:10-un üzərinə 3 saat 30 dəqiqə gələcəm. 3:05 saat 3 saat 30 dəqiqədir. 3 saat yarım deməkdir. Bu da eləyir Bakı vaxtı ilə neçə? 14:40. 2:16 saat İstanbulda gözlədi. 2:16 saatı vururam 60-a, 156 dəqiqə eləyir. 156 dəqiqə. Yəni bunu təzədən 60-a bölsəz 156 dəqiqəni 2 saat 36 dəqiqə eləyir. Yəni 2 saat 120 dəqiqə, 36 dəqiqədə qalır. Üstə gəl 2 saat 36 dəqiqə sonra İstanbulda gözləyib. Eləyir 16:76. Bu da 17:16 deməkdir. 1 saatı bura verdim, 16 dəqiqə qaldı. 5:14 saatda İstanbul-London reysi ilə uçdu. 5:14 saat nə qədərdir? 5:14-ü vururam 60-a, 324 eləyir. 324-ü təzədən 60-a böləndə 5 saat,
Bir də qalığımız var 24 dəqiqə. Üstə gəl 5 saat 24 dəqiqə. 0 yazdım, 1 yadda 3, 4. Elədi 22 saat 40 dəqiqə. Deməli Bakı vaxtı ilə saat 22:40-da bu Londona çatacaq. Bəs London vaxtı ilə saat neçə olacaq? Londonda 9 olanda Bakıda 12 olur. Yəni Bakının saatından 3 saat çıxanda Londonun saatı verir. Mən də Bakıdan 3 saat çıxacağam. 19:40 Londonun saatını alacağam. E variantı bizim cavabımızdır. 8. Bu sual tipi imtahanda 2 dəfə düşüb. Kuboid formalı fiqurdan başqa bir kuboid formalı fiqur kəsilib götürülüb. Yerdə qalan fiqurun həcmini tapın. Böyük fiqurun həcmindən kiçik fiqurun həcmini çıxacaqsınız. Böyük fiqurumuzun eni 3, uzunluğu 6, hündürlüyü 9'dur. Bu 9 bura aiddir. 3 vur 6 vur 9. 3 vur 6 vur 9. Elədir 162. Bəs bunun balaca fiqurun həcmi nə qədərdir? Kəsib götürdüyü fiqurun həcmi 2 vurulsun 4 vurulsun 9. 2 vur 4 vur 9 bərabərdir. 2 vur 4 vur 9. Elədir 72. Yerdə qalan fiqurun həcmini tapın. 162-dən çıxıram 72-ni. Böyük fiqurun həcmindən kəsib götürdüyüm fiqurun həcmini çıxıram. Çox 72 bərabərdir 90. Qutardı. Cavab oldu C variantı 90-a bərabər. Kəsrini onluq kəsrə çevirin. 2024-də düşmüş sual tipidir. Ən rahat versiyasını deyək. 4'ü birbaşa 32'ye böləcəm kalkulatorla. 4 bölünsün 32 elədir. 0 tam 1000'də 125. Üzərinə də 3'ü gələcəm. 3 tam 1000'də 125. A variantı bizim doğru cavabımızdır. 10. sualımız. Hədiyyə qutuları daşıyan maşının yük yeri kuboid formalıdır. Bu tipli suallarda siz böyük fiqurun həcmini kiçik fiqurun həcminə bölməlisiniz. Yadınızda saxlayın. Əgər kuboidin içərisinə nəsə doldururlarsa bu onun həcmidir. Həcm. Amma yox, divarlarına nəsə bir boyadır, nə bilim aboydur və s. yapışdırırlarsa bu səthinin sahəsidir. Burada eyni vahid eləmək lazımdır. 3 metri 300 cm elədim. 4 metri 400, 6 metri 600 cm elədim. Həcmin tapıram. Böyük fiqurun həcmi 300, vurulsun 400, vurulsun 600. Elədir 72 milyon. Kiçik fiqur isə kub formalıdır və bunun da tili 20'dir. Kubun tili 20'dirsə səthin sahəsini tapmağı bacarmalısınız. 20 vur 20 vur 20. Bu da eləyir 8000 santimetrin kubu. Böyük fiqurun sahəsini kiçik fiqurun sahəsinə bölürəm. Bölünsün. Yəni 72 milyonu deməli bölürəm 8000'ə. Dəqiq bölün 9000. 9000 qutu D variantı bizim cavabımızdır. 11. Durğun sudakı sürəti 18 olan kater axın ilə 3 saat, göldə 2 saat hərəkət edir. Çayın sürəti 4 olarsa, kater cəmi neçə kilometr yol gedib? Deməli, axın ilə 3 saat gedib. 18 kater, üstə gəl çay, vurulsun 3. Göldə 18 vurulsun 2. Bərabərdir. 18'in üzərinə 4 gələcəm 22, vuracam 3'ə, eləyəcək 66. 18'i vuracam 2'yə, eləyəcək 36. Cəmi nə qədər yol gedib? 66 üstə gəl 36. Topladım. 102 kilometr yol gedib. 12. 450 səhifəli kitabın birinci gün 18%'ni. Birinci gün 450'nin 18%'ni tapırıq. 450 vur 18 bölünsün 100 bərabərdir. 450'ni 18'ə vurub 100'ə böləcəyik. Eləyəcək 81. Hər növbəti gün əvvəlki gündən 12 səhifə az. İkinci gün 81 çıx 12, yəni 69 səhifə. Üçüncü gün 69 çıx 12, yəni 57 səhifə. Dördüncü gün 57 çıx 12, yəni 45 səhifə. Beşinci gün 45 çıx 12, 33 səhifə. Altıncı gün 33 çıx 12, 21 səhifə. Yeddinci gün isə 21 çıx 12, 9 səhifə oxuyub. Bir həftə sonra kitabın neçə səhifəsi oxunmamış qalar. Gəlin oxunduqlarını toplayaq. 81, 69, 57, 45, 33, 21 və 9. Elədi 315 səhifə. 315 səhifə oxunulub, 450 səhifə isə qalıb. 450'dən 315'i çıxıram, 135 səhifə edir. C bizim cavabımızdır. 13. Aşağıdakı onluq kəsirləri müqayisə edin. 6,043, 6,430,
6,4003. Diqqətlə baxın. Vergüldən sağda ilk ədəd 4-lər daha böyükdür, 0 balacadır. 2 ədədə baxa bilərsiniz. Vergüldən sağda birində 0,4-dür, birində 43-dür, birində 40-dır. Deməli 0,4 ən balacasıdır. A ən balacadır. Sonra C olur 40-la olan, sonra da B olur. A kiçikdir, C kiçikdir B. Əgər bu yoxdursa B böyükdür, C böyükdür A. Yəni ya artan sıra ya da azalan sıra ikisindən biri mütləq olmuş olacaq. B böyükdür C-dən, böyükdür A-dan. E variantı bizim cavabdır. 14. Bərabərsindən x-in ala biləcək qiyməti təyin edin. Deməli 19 tam %28-dən böyükdür x, kiçikdir 20-dən. 19,23 ola bilərmi? Baxın bu 28-dir, bu 0,2-dir. Ola bilməz. 28-dən böyük ola bilməz 0,2. Bu getdi. Sonra bu 0,0-dır, bu isə 28-dir. Bu da böyük ola bilməz. Bu 20,10-dur. Amma bu 20-dir. 20-dən kiçiyi bu ədəd ola bilməz. Ona görə C variantda kiçikliyə görə ödəmir. Bu ədədlə bu ədəd eyni şeydir. Bunun arxasına 0 yazsam eyni ədəd olduğunu görə bilərsiniz. Ona görə D variantı olmur. Cavab E variantıdır. Bu 19,30-dur. Bu 28-dir. Həqiqətən 30 28-dən böyükdür. 15. O mərkəzli çevrənin diametri A mərkəzli çevrənin diametrindən 12 cm azdır. Bunun diametri 12 cm, digərindən azdır. O mərkəzi çevrənin radiusu 8,5-dir. Yaxşı, gəlin belə yanaşaq. Bunun əgər radiusu 8,5-dirsə, o zaman bunun diametri, bütöv xətt, olur 17. 8,5-i 2-yə vurdum, 17. Bunun diametri, digərinin diametrindən 12 azdır. 17-nin üzərinə 12 gəlirəm, edir 29. Yəni A mərkəzli çevrənin bütövü diametri 29-dur. Diametri 29-sa, bəs radius neçədir? 14,5-dir. Bunun yarısı, radiusu 14,5-dir. Yəni uzun sözün qısası, bunun radiusu 8,5-dir, bunun radiusu 14,5-dir. Bu məsafəni istəyir bizdən 8,5 üstə gəl 14,5 bərabərdir 23. Baxa, gözümüzdən qaçan bir şey yoxdur. A mərkəzli çevrənin diametrindən 12 cm azdır. O mərkəzli çevrənin radiusu, burada hesablamada yəqin nəsə səhv eləmişik. 8,5-i vurduq 2-yə. Elə də 17, düzdür? 17 bunun diametrindən azdır. 17-nin üzərinə 12 gəldi, elə də 29. 29-u da 2-yə böldük. Yəqin ki, burada cavablar səhv düşür. Bu sizin sınavda artıq düzəldiləcək. Deməli, baxa, birdən yuxulu olaraq gözümüzdən nəsə qaçar. O mərkəzli çevrənin diametri A mərkəzli çevrənin diametrindən 12 cm azdır. Əla. O mərkəzli çevrənin radiusu 8,5-dir. Bunun radiusu 8,5-dirsə, bəs diametri nə qədərdir? 8,5-i vurdum 2-yə. 17-dir. Əla. İndi bunun diametri A mərkəzli çevrənin diametrindən nə qədər azdır? 12 cm azdır. Deməli, 17-nin üstə 12 gələcəm. 29 A mərkəzli çevrənin diametridir. 29-u böldüm 2-yə. 29 bölünsün 2. 14,5 elədi. Deməli, A mərkəzli çevrənin radiusu 14,5-ə bərabərdir. Əla. A mərkəzli çevrənin diametri, cümlənin sonunu düz oxumamışam. A mərkəzli çevrənin diametri, yəni 17, deməli 17, 29. A mərkəzli çevrənin diametri 29-dur. OA məsafəsindən nə qədər azdır? Cümləni tam oxumamışam. OA məsafəsi 8,5 üstə gəl, 14,5-dir, 23-dür. Deyir ki, 29, 23-dən nə qədər azdır? Az qalsın qaza gəlirdik. 29-dan 23-ü çıxdım, 6 cm eləmiş oldu. D variantı bizim cavabımızdır. 16-cı sualımız. Bakı Qazax qatarı saat 16:50-də stansiyadan yola çıxır. Ayselgilin evi ilə qatar stansiyasına qədər yolu 1 saat 25 dəqiqə getmək olar. Aysel qatar yola çıxmamış. 1:15-9 saat əvvəl stansiyaya çatmaq istəyir. 1:15-9 saat nə deməkdir? Yəni 1 saat var, bir də 15-9 saat var. 15-9, yəni 60-ı 15-ə bölüb 9-a vurublar. 36 dəqiqə deməkdir. Yəni 1 saat 36 dəqiqə. Deməli, Aysel istəyir ki, həm 1 saat 36 dəqiqə əvvəl stansiyada olsun, həm də bunun evi ilə stansiya arasında məsafə 1 saat 25 dəqiqədir. Yəni, Aysel bu ikisinin cəmi qədər vaxt əvvəl evdən çıxmalıdır ki, 1 saat 25 dəqiqə yola vaxt sərf eləsin. 1 saat 36 dəqiqə əvvəldə stansiyada olmuş olsun. İstəyirsiniz bu ikisini toplayıb 16:50-dən çıxın. İstəmirsinizsə də ayrı-ayrı çıxın, eyni şeydir. Məsələn, 16:50-dən
1 saat 36 dəqiqəni çıxıram görüm bu saat neçədə stansiyada olsun ki 1 saat 36 dəqiqədə bunun elə artıq vaxtı qalsın. 50-dən 36-nı çıxıram 14. Bu da elədir 15-14. Deməli 15-14-də stansiyada olmalıdır. 15-14-də stansiyada olmaq üçün 1 saat 25 dəqiqə əvvəl evdən çıxmalıdır. Yəni 15-dən 1 saatı bura verdim. 14 saat 74 dəqiqə çıx, 1 saat 25 dəqiqə bərabərdir. 74-dən çıxacam 25-i 49 eləyəcək. 14-dən çıxacam 1-i eləyəcək 13. 13 saat 49 dəqiqə. B variantı bizim cavabımızdır. 17. İfadəsində əməllər hansı ardıcıl yerinə yetirilməlidir? 2025-in imtahan sualıdır, yəqin ki bilirsiniz. Əvvəlcə mötərizənin içərisinə baxacağıq. Mötərizənin içərisində vurma ilk gəlib, toplamadan daha güclü olduğuna görə birinci vurma olunur. Üçüncü əməliyyat, yazıram bura 3. Sonra bölmə olur, dördüncü əməliyyat. Sonra buradakı toplamanı yerinə yetiririk, üçüncü əməliyyat. Daha sonra mötərizənin kənarındakı bu, deməli, daha doğrusu ardıcılığa bir dənə baxın, burada sürüşüb rəqəmlər. Deməli, bu birinci əməliyyatdır, bu ikincidir, bu üçüncüdür, bu dörddür, bu da beşdir. Sürüşmə olur, biraz gözümüzdən qaçmasın. Əvvəlcə üçüncü əməliyyat olacaq. Sonra dördüncü, sonra ikinci, çünki mötərizənin içərisində birinci vurma olub, sonra bölmə olub, sonra toplama olacaq. Mötərizənin içərisi bitdi mi, çıxdı mötərizənin çölünə bölmə, mötərizənin çölündə. Sonra da çölündə mötərizənin çıxma. Beşinci. Deməli, 3, 4, 3, 4, 2, 1, 5. C variantı bizim cavabımızdır. 18. 2025-in imtahan sualı. Üçbucağın bir bucağı düz bucağın 15'də 8-idir. Düz bucaq 90 dərəcədir. 15'ə bölüb 8-ə vururam. Bir bucaq 48 dərəcə oldu. 90'ın düz bucağı 90'dır. 15'də 8'ini tapdım. Digəri açıq bucağın 15'də 4'üdür. Açıq bucaq 180 dərəcədir. Böldüm 15'ə, vurdum 4'ə. 180'in 15'də 4'ü də 48 elədi. İndi 48 ilə 48-ni cəmi eləyir 96 dərəcə. 180-dən çıxıram 96-nı. Üçüncü bucaq olur 84 dərəcə. Bucaqlar 48, 48 və 84. Digər bucaq 84 dərəcə. Üç bucağın növü. İki bucağı bərabər olduğuna görə biz buna bərabər yanlı üç bucaq deyirik. Baxın, üç bucağın bucaqları 48 və 48 idi. Üçüncü bucaq 84 oldu və bu bərabər yanlı üç bucaq oldu. 19. 6 ədədin ədəd ortası 28-dir. Baxın, 6 ədədin ədəd ortası nədir? 1, 2, 3, 4, 5, 6. 6 ədədin ədəd ortası deyəndə bu ədəd 3 ilə 4-ün arasında yerləşir. 3-cü ədədlə 4-cü ədədin arasında və 28-dir. İndi 3-cü ədədi, 2-ci ədədi bunları necə tapa bilərəm? Hər ədəd arasında 4 vahid fərqi varsa bu 4-ü 2-yə bölərəm. Eləyər 2. 28-dən 2-ni çıxaram 26. 2 gələrəm 30. Yəni sən bu orta ədədi bilirsənsə, yuxarıdakı 3-ü və 4-ü tapa bilərsən. Və bizə deyir ki, ən böyük ədədi. 30-dan sonra 4 vahid böyüdəcəm. 34, 38. Ən böyük ədəd 38, 2-də 1-i 19. İndi bunu anlamayan müdavimlər ki, indiyə qədər siz bu sualı əgər yazmamısınızsa və bu il imtahana gedirsinizsə, ehtiyatlı olun. Sizə görə artıq narahat olmağa başladım ki, sən bu sualı ilk dəfə də görürsən və 2025-də 26-da imtahana girəcəksən. Ona görə diqqətli ol. Bu tənlik yolla da həll oluna bilər. Birinə x yazarsan, birinə x üstəgəl 4 yazarsan, x üstəgəl 8, x üstəgəl 12, x üstəgəl 16, x üstəgəl 20. 4, 8, 12, 16, 20. Hamısını 4 vahid artırdım. Bunları toplayanda da 6 ədədin ədəd ortası 28 isə 6 vur 28. Yəni 168 eləməlidir. Bu x-ların hamısını topla. Eləyir 6x üstəgəl. Ədədləri topla 4, 8, 12, 16 və 20. Elədi 60 bərabərdir 168. 6x bərabərdir 108, x bərabərdir 108-i bölürəm 6-ya. Elədi 18. Ən balacası 18-dir, sonra 22, 26, 30, 34, 38. 38-in də 2-də 1-i 19. C bizim cavabdır. 20-ci sual. Aşağıdakı qrafikdə müsabiqədə iştirak edən bütün şagirdlərin sayı verilmişdir. İştirak edən uşaqların sayı A və B sinifindəki oğlanların sayından nə qədər çoxdur? İştirak edən ümumi uşaqların sayına baxaq. 6, 4, gəlin yaza bilir. A-da 6, 4. Üstəgəl B-də 5 və 7. 5 üstəgəl 7. C-də 9 və 3.
9 və 3. D-də 8 və 3. 8 və 3. 45 nəfər. Ümumi uşaq sayı 45-dir. A və B-dəki oğlanların sayı. Oğlanlar göydü, qızlar qırmızı. A-dakı oğlan 6, B-dəki oğlan 5. 6 ilə 5-in cəmi elədi 11. 45-dən çıxıram 11-i, elədi 34. Cavab oldu D variant 34-ə bərabər. Neçə suala doğru cavab yazdığınızı videonun rəy bölməsində mütləq şəkildə qeyd etməyi unutmayın. Sağ olun, növbəti videoda görüşərik. Hələllük.